Salam əziz şagirdlər, bugün sizlər üçün Instagramda paylaşdığım sualın izahını verəcəm. Həmin gördüyünüz bu sual 2023-cü ildə DİM blok sınağında istifadə edilibdir. Deməli, burada nə var? Bizə kükürt, sink sulfid, bir də pirit verilib. Kütlələri bərabər götürülüb. Tam yanmasından alınan SO2-nin mol miqdarları bərabərdir. Buradan da qeyd edib N mol. Praktiki çıxım faizləri isə müxtəlifdir. İlk öncə gəlin biz bunların emirlərinə baxaq. Kükürdün kütləsi 32-dir. Sink sulfidin kütləsi isə 97, pirit isə 120-yə bərabərdir. Mən bunların kütlələrini MM bərabər götürə bilmək üçün 32, 97, 120-yə əköb tapmalıyam. Bunu tapmaq mənim üçün biraz çətin olduğuna görə mən 32-ni 30, 97-ni təqribən 100, 120-ni də olduğu kimi 120 saxlayıram. Bunların hər birini mən neçəyə gətirməliyəm? 120-yə gətirməliyəm. Kükürddən 4 mol olsa, gəlin buradan yazaq. Kükürddən 4 mol olsa 120 olar. Sink sulfiddən 1,2 mol olsa 120 qram olar. Piritdən isə 1 mol olsa kifayətdir ki 120 olsun. İndi gəlin biz burada bizə verdiyi nədir? Kükürddən, sink sulfiddən və piritdən birbaşa ox qoyub nəyi alaq? SO2-ni. Burada əmsallaşdırmağa ehtiyac yoxdur. Sink sulfiddən mən SO2-ni alsam yenə ehtiyac yoxdur əmsallaşdırmağa. Piritdən isə 2 dənə kükürd olduğuna görə 2 mol SO2 əmələ gəlir. Gəlin tənasübdə yerinə qoyaq və həll edək. Deməli, mən görürəm ki, mənim əlimdə bundan 1 mol var idi. 1 moldan 1 alınır. Amma mən 4 mol götürmüşəm. 4 moldan 4 mol alıram. Hansı ki, aldığım 4 molu mən deməli 100% alıram çıxımsız. Bu isə mənə qeyd edir ki, N moldur və sən onu A faizlə almısan. Mən buradan A-nı tapsam, A edəcəkdir 25 N. Buradan bunu tapdıq. Sonra növbəti keçirəm sink sulfidə. Eyni ilə görürəm ki, 1 mol sink sulfiddən elə 1 mol SO2 alınır. Mənim əlimdə olan isə 1,2-dir. 1,2-dən 1,2-ni alaram və mən bunu 100% alaram. Bu isə mənə deyir, yenə N mol almısan və onu B faizlə almısan. Buradan B-ni həll etdikdə 83%, yəni B 83N çıxır. Növbəti keçirəm ikinciyə, əlimdə var 1 mol. Bunun 1 molundan baxıram ki, reaksiyaya görə 2 mol alınır. Aldığım 2 molu 100% götürürəm. Bu isə mənə yenə deyir, N mol almısan və onu C faizlə almısan. Buradan isə C-yi tapsam, edəcək 50 N. Məndən də ABC-ni müqayisə etməyimi istəyir. Burada baxıram ki, B 83%-dir, ona görə B böyükdür. C 50%-dir C-dən, o da böyükdür A-dan. Və burada B böyükdür C-dən, o da böyükdür A-dan. D variantı olaraq doğru cavabımız gəlir.